Digər xətalı düşüncə formalarından biri insanın emosional qərar verməsidir. Bəzən biz hiss etdiklərimizi real hesab edirik. Məsələn, bir insan belə deyir ki, mən özümü narahat hiss edirəm. Deməli, narahatam. Halbuki bizim hisslərimiz, bizim duyğularımız həmişə reallıq demək deyil. Mən duyğularla bağlı mühazirəmdə bu haqda biraz söhbət etmişəm. Bəzən duyğularımız tam olaraq reallıqdan fərqli bir şeydir. Bəzən təhlükə düşüncəmiz əslində təhlükənin olması demək deyil. Bəzən üzülməyimizin arxasında heç də bir reallıq durmur. Ona görə həmişə duyğularımıza söykənərək bizim qərar verməyimiz və duyğularımıza əsasən düşünüb daha da özümüzü mənfi olaraq duyğusal hiss etməyimiz yersiz və səbəbsizdir. Bu məsələdə insan biraz diqqətli olmalıdır. Mən özümü pis hiss edirəm, ona görə də pisəm. İnsan bunu bir araşdırmalıdır. Ki, mən o haqda danışacağam, ümumiyyətlə biz bu düşüncələrimizlə necə bir incələmə aparaq, onları necə bir sorğu-suala çəkək. Amma bunu bilməliyik ki, hər zaman özümüzü hiss edirəm deyə, mən də pisəm adı altında yargılamağımız doğru olmayan düşüncə tərzlərindən biridir.